Avrasiya bölgəsini əhatə edən iki mühüm hadisə barədə fikirlərimi sizinlə bölüşmək istəyərdim. Birinci hadisə bu İsrailin yaratdığı ittifaqla bağlıdır. İsrail yeni bir konsepsiya ortaya qoyub. Son illərdə İsrail Yunanistan və Kipr Yunan Respublikasının əlaqələri gücləndirib və bura Hindistanı da qatıb. Bir neçə il öncə Hindistanda böyük 20'lerin toplantısında bir layihə bəyan edilmişdi. Bu layihəyə görə Hindistandan bir nəqliyyat qovşağı çəkilməli idi. Dəniz və quru yolla Avropaya çıxış imkanı qazanılmalı idi. Bu layihə Çinin bir kəmər, bir yol layihəsində alternativ kimi düşünür. Yəni Hindistandan gəmilərlə yüklər Birləşmiş Ərəb Əmirliklərinə, oradan quru yolla Səudiyyə Ərəbistanı, daha sonra İsrail və İsraildən də daha sonra gəmilərlə Kipr Yunan Respublikası və Yunanistana daşınmalı idi. Amma bu layihə o zaman reallaşa bilmədi. Niyə? Çünki Yaxın Şərq qarışdı. Qəzzada savaş başladı. İndinin özündə də Yaxın Şərqdə məsələlər hələ həll olunmayıb. Gərginlik davam edir. Buna baxmayaraq İsrailin Müdafiə Nazirinin yüksək rütbəli bir generalı bir müddət əvvəl Hindistanda olmuşdu. Hindistanla bilirsiniz ki, İsrail arasında hərbi əməkdaşlıq da xeyli genişlənib və son illərdə İsrailin silah və hərbi texnika ixracının böyük hissəsi məhz Hindistana yönəlib. Ona görə də İsrail bu mövzunu yenidən aktuallaşdırıb ki, bir dörtlü bir ittifaq İsrail, Hindistan, Kipr Yunan Respublikası və Yunanistan. Və bura Birləşmiş Ərəb Əmirliklərinə qoşub. Çünki yüklər həm də o ölkədən keçməlidir. Səudiyyə Ərəbistanı hələ razılığını verməyib. Ümumiyyətlə, Səudiyyə Ərəbistanın İsrailə diplomatik münasibətləri də yoxdur. Amerika nə qədər çalışsa da ki, Səudiyyə Ərəbistan İbrahim razılaşmalarına qoşulsun və İsraillə diplomatik əlaqə olsun, Səudiyyə Ərəbistan buna razılıq vermir. Niyə? Çünki İsrailin indiki mühafizəkar hökuməti Qəzzada o hədəflərindən geri çəkilmir, Fələstinin müstəqilliyi mövzusu da həll olunmuyor. Buna görə də Səudiyyə Ərəbistan hələ bu layihədə yer almır. Səudiyyə Ərəbistan yer almazsa bu layihəm də natamam olacaq. Buna baxmayaraq İsrail Birləşmiş Ərəb Əmirliklərinə, digər ərəb dövlətinə sıx əlaqələr qurub. Bu əlaqələr necə yarandı? Amerika və İsrail İranı bombalayarkən İranın əks zərbələri ən çox Birləşmiş Ərəb Əmirliklərinə dəydi. İsrailə deyil, Birləşmiş Ərəb Əmirliklərinə dəydi. Və Birləşmiş Ərəb Əmirliklərinə dəstək İsraildən gəldi. İsrail hava müdafiə sistemlərini Birləşmiş Ərəb Əmirliklərindən bölüşdü. Buna görə də Birləşmiş Ərəb Əmirlikləri İsrail arasında sıx əlaqələr qurulur. İsrail yeni konsepsiyanı gündəmə gətirir. Aralıq dənizini faktiki Hind və Sakit Okean bölgəsindən birləşdirmək layihəsini gündəmə gətirir. Bu Türkiyə və Misir bu layihənin kənarında qalır. Bu layihənin kənarında qalır və Çinə də alternativ bir layihədir. Bu layihə necə reallaşacaq, İsrail hədəflərinə çatacaqmı? Bunu yaxın aylarda biz müşahidə edəcəyik. Amma yaxın şərqdə gərginlik hələ ortadan qaldırılmayıb. Üstəgəl Səudiyyə Ərəbistanı bu layihənin içində yoxdur. Digər tərəfdən Husilər bu layihəni hücumları ilə əngəlləyə bilərlər. Çox maraqlıdır ki, bu layihə haqqında geniş danışılarkən, müzakirələr başlayarkən dünən Məkkədə, Səudiyyə Ərəbistanı Məkkə şəhərinə önəmli bir ittifaqın da əsası qoyuldu. Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan üçlü bir ittifaq yaratdılar. Bu bir növ Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinə bənzəyir. Üçlü ittifaqda da belə bir bənd var. Bu üç dövlətdən birinə edilən hücum digər dövlətlərə hücum kimi dəyərləndiriləcək. Üçlü bir müdafiə sistemi qurulacaq. NATO-nun da xatırlayın ki, belə bir bəndi var, 5-ci bəndi ki, bir ölkə hücum olarsa, digər ölkələr həmin ölkəni dəstəkləməlidirlər. Keçən il əslində Pakistanla Səudiyyə Ərəbistanında bu ittifaq sazişi imzalanmışdı. Orada eyni bənd orada da var idi. Bir ölkə hücum edilərsə, digər ölkə hücum kimi qiymətlənəcək. Amma bu bənd çox da işləmədi. Niyə? Çünki İran Səudiyyə Ərəbistanı mövqelərə zərbələr endirdi. Pakistan da Səudiyyə Ərəbistanla İrana qarşı həmlələrdə iştirak etmədi. Görünür Səudiyyə Ərəbistanı özü də Pakistana bu məsələ ilə bağlı müraciəti olmadı. Əksinə Pakistan vasitəçi kimi çıxış etdi. Amma indi Türkiyə də bu
üçlüyə qoşulur. Həm də Türkiyə görür ki, İsrail anti-Türkiyə layihələrini reallaşdırır. Türkiyənin rəqib və düşmənləri olan Yunanistan və Kipr Respublikası ittifaq olur. Ona görə də Türkiyə də bu məsələləri ləngitmədi. Səudiyyə Ərəbistan Pakistanla ittifaq formalaşır. Düzdür, bəziləri sual verir ki, tutaq ki, sabah yenə də İran Səudiyyə Ərəbistana zərbələr endirərsə, tək Amerika hərbi bazalarına deyil, Səudiyyə Ərəbistan neft və digər resurs mərkəzi zərbə endirərsə, Türkiyə və Pakistanın mövqeyi necə olacaq? Mən hesab edirəm ki, Səudiyyə Ərəbistanı Türkiyə və Pakistandan dəstək istəsə, əlbəttə ki, Ankara və İslamabad Səudiyyə Ərəbistan edilən zərbələrə seyirci qalmayacaqlar. Bu demək deyil ki, Səudiyyə Ərəbistan və Pakistan İranla müharibəyə başlayacaq. Amma bu ittifaq həm də İrandakı mühafizəkar rejimə də bir mesajdır ki, biraz özünü yığışdırsın. Yəni başa düşsün ki, regional bütün qonşularla düşmən münasibətdə olmaq doğru deyil. Bu arada ən çox səslənən suallardan biri də budur. Mən də bu haqda yazmışdım. Azərbaycan bu üçlü ittifaqa qoşulmalıdırmı? Çünki bu üçlü ittifaqın Türkiyə Azərbaycanın strateji müttəfiqi, Səudiyyə Ərəbistan, Pakistan Azərbaycanın strateji tərəfdaşı. Və bu məhz o üç ölkədir ki, Qarabağ torpaqları işğal altında olanda Ermənistanla diplomatik münasibətlər qurmadılar. İndi də bu üç ölkənin Ermənistanla Azərbaycana görə diplomatik münasibətləri yoxdur. Nə qədər ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamayacaq ki, bu məsələ də bir qədər ləngiyir. Bu üç ölkə Ermənistanla diplomatik münasibətlər qurmayacaq. Düzdür, biz torpaqlarımızı azad edəndən sonra bu üç dövlətin Ermənistanla təmasları oldu və indi də davam edir. Türkiyənin, Pakistanın, Səudiyyə Ərəbistan. Amma nə qədər ki, sülh sazişi imzalanmayıb, bu üç ölkə Ermənistanla diplomatik əlaqələr bərpa etməyə tələsmirlər. Bu da Azərbaycana verilən dəstəyin bir nümunəsidir. İndi gəlirik Azərbaycana. Belə olan halda Azərbaycan bu üçlü ittifaqa qoşulmalıdırmı? Məsələ burasındadır ki, bu üçlü ittifaqın İsrailə münasibəti bəllidir. Yəni, Türkiyənin İsrailə münasibətləri gərgin, Səudiyyə Ərəbistan İsrailə diplomatik münasibətləri yoxdur, Pakistanın da İsrailə diplomatik münasibətləri yoxdur və tənqiddir. Azərbaycanın isə İsrailə diplomatik münasibətləri var, və İsrailə müəyyən tərəfdaşlıq münasibətləri də var. Biz bu üçlü ittifaqa qoşulsaq, sanki anti-İsrail blokuna qoşulmuş olacağıq. Ona görə Azərbaycan əgər bu ittifaqa qoşulsaydı, bəli başdan dəvət edilər. Amma çox yaxşı haldır ki, bu üç dövlət Azərbaycanı bu çətin seçim qarşısına qoymurlar. Sadəcə dünənki toplantıda Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğan belə bir açıqlaması oldu ki, üçlü ittifaq digər dövlətlərə də açıqdır. Yəni, heç kim məcburi şəkildə bu üçlü ittifaqa qəbul edilməyəcək. Ona görə Azərbaycan bu saat əsasən bu üç dövlətlə iki tərəfli əlaqələri inkişaf etdirir. Amma eyni zamanda aydındır ki, yəni İsrailin də bir sıra addımlar atması lazım. Yəni İsrail gərək bu anti-Türk siyasətindən də imtina etsin. Və baxın, bu günlərdə prezidentin köməkçisi Hikmət Hacıyevin Türkiyə jurnalistə müsahibəsi də oldu ki, İsrail hökuməti dırnaqarası erməni soyqırımı qərar qəbul edərkən Hikmət Hacıyev prezidentin təlimatı ilə İsrail tərəfinə əlaqə qurdu və onları inandırdı ki, əgər bu məsələ parlamentdə təsdiq olunarsa, İsrail parlamenti. Bu Türkiyə ilə yanaşı Azərbaycanla münasibətlər də mənfi təsir edəcək və İsrail bu yanlış addımdan çəkindi. Çünki Hikmət Hacıyev onu da izah etdi ki, bu tanınmanın heç kimə xeyri olmayacaq, zərərindən var. Addım at. Amma indi İsrail başqa bir anti-Türk siyasətdə yürüdür. Türkiyənin rəqibləri ilə düşmən sayılacaq Yunanistan, Kipr, Yunan Respublikası ilə əlaqələri gücləndirir. Bu da Türkiyə əleyhinə bir addım kimi qiymətlər. Ümumiyyətlə, İsraildə anlamalıdırlar ki, əgər Azərbaycanla tərəfdaşlıq münasibətlərinin davamını istəyirlərsə, ki, biz də bunu istəyirik, Türkiyə əleyhinə addımlardan çəkinmək lazımdır. Türkiyə əleyhinə addımlardan çəkilmək lazımdır. Yəni, bu siyasəti korrekt etməlidir. Orasını da başa düşürük ki, nə qədər ki, İsrailin baş naziri Benyamin Netanyahu onun Rəcəb Tayyip Ərdoğanla münasibətlərin normallaşması çətin görünür. Amma nə vaxtsa iki ölkədə hakimiyyətlər dəyişsə, hesab edirəm ki, münasibətlərin normallaşmasına başlanıla bilər. Amma yenə də İsrailin üzərində də düşən yükümlülüklər var. O nədir? Bu da Fələstin məsələsinin bir dəfəlik həllidir. Yəni, beynəlxalq hüquq da bunu tələb edir. Azərbaycanın özü də Fələstin müstəqilliyini tanıyır. Bu günlərdə Prezident İlham Əliyev Fələstin baş nazirinin bir görüşü də oldu Bakıda. Fələstinli tələbələr Azərbaycanda təhsil alırlar. Yəni, Azərbaycanın da mövqeyi bəllidir. Türkiyədə ola bilsin, bəzi dairələr indi Azərbaycanı ittiham edirlər İsrail əlaqələri. Amma Azərbaycanın fərqli bir siyasəti yox. İsraillə əməkdaşlıq var, amma Fələstin mövzusunda biz digər müsəlman ölkələri kimi ortaya mövqe qoymuşuq ki, Fələstin müstəqil dövlət kimi tanınmalıdır. Yəni, bu baxımdan Azərbaycan yaxın və uzaq ölkələrlə normal münasibətlərin
tərəfdardır. Biz heç kimin daxili işlərinə qarışmırıq. Amma yenə də İsrail belə deyək də Türkiyə əleyhinə siyasət yürüdərkən Azərbaycan amilini də nəzərə almalıdır.